Sabah Kups oyun öncəsi mətbuat konferansında hər birinizi xoş gördük. Bugün mətbuat konferansında bizim baş məşqçimiz Valdas Dambrauskas və komandamızın hücumçusu Joylin Smikes iştirak edirlər. Əvvəlcə baş məşqçimiz Valdas Dambrauskas sabahki oyunla bağlı fikirlərini bildirəcək. Daha sonra isə sualı olanlar suallarını ünvanlaya bilər. Please, coach, what would you like to say about tomorrow's match? Well, good afternoon, everybody. First of all, I want to congratulate Football Club Kups from Finland and to say that they are welcome in Azerbaijan, in Baku, and I hope they will enjoy the hospitality of Azerbaijan. And regarding the game, second round of the Champions League, first leg, we play at home. Of course, we have expectations high. We have a healthy team. Absolutely, everybody is ready to play, and we will go tomorrow with this attitude, like we always do, focusing only on tomorrow's match, not thinking about anything else, and trying to show the best qualities that Sabah has, and to bring a victory for our fans and for ourselves, and to try to do everything what depends on us to pass this round. Əvvəlcə hər birinizə günortanız xeyir demək istəyirəm. Rəqibimiz Kupsu Finlandiyanın təmsil edən komandaya xoş gəldin demək istəyirəm və inanıram ki, onlar bizim qonaqpərvərliyimizi hiss edəcəklər. Oyuna gəldikdə isə əlbəttə ki, ikinci mərhələnin ilk qarşılaşmasıdır. Bizim gözləntilərimiz, ümidlərimiz yüksəkdir, böyükdür. Oyuncularımın hamısı sağlamdır, hamısı sabahki görüşə yararlıdırlar. Hər zamanki yanaşmamız, davranışımız necə olubsa, sabahki oyuna da o cür şəkildə yanaşmalıyıq, davranmalıyıq, oyuna köklənməliyik ən yaxşı şəkildə və çalışmalıyıq ki, özümüzün ən yaxşı keyfiyyətini sabahları meydançada göstərək və özümüz üçün, azarkeşlərimiz üçün sabahları qələbə əldə etməliyik və bu qələbə üçün əlimizdən nə gəlirsə edə biləcəyimiz hər şeyi sabah meydançada qoymalıyıq. Sual olan var. Buyurun. Good luck about tomorrow's match. Avrokuboklarda. As a big football expert, as a football specialist, I would like to ask you, coach, your actual squad until where can take you in a Champions League? I think it's very early to speak about that. What we have to do, doesn't matter who we play. Even tomorrow, I think at home probably we are favorites, but when you go on the pitch, it's your job and the players' job and the coaches and the staff job to prove that you are favorites, and okay, on the paper you can be stronger, but you always need to prove that on the pitch. And I'm always only thinking about this at the moment, and to go to Champions League is very long way. First of all, what's the point now to speak about round 3 or about playoff round if we haven't done round 2 yet? So allow us to focus on the next step, which is tomorrow and week later, and after we pass this round we can speak about what we can do in the next one. Əlbəttə ki, bu barədə danışmaq çox erkəndir, bu barədə nələrsə demək düzgün də deyil. Çünki bu barədə danışmaq da bizə indi heç nə verməz. Düzdür, biz evdə oynayırıq, favoritik, amma biz öz işimizi görməliyik, məşqçilər heyəti olsun, staff öz işini görməlidir və hər şeyi hamımız bir yerdə meydançada sübut eləməliyik. Kağız üzərində kimsə kimsədən üstün ola bilər, amma meydançada bunu ispat eləmək lazımdır. Mən belə düşünürəm ki, bu yol çox uzun bir yoldur və hələlik
bu barədə danışmağın heç mənası da yoxdur. Çünki icazə verin bizə, biz sabahki oyunumuza köklənək, ondan sonraki gələn həftə səfərdəki oyunumuza köklənək və ondan sonra nəticələr bizə nə göstərəcək, mən bu sonra deyə bilərəm. Buyur. Finlandiyada mövsüm başlayır və 16 oyun keçirilir, bu müstəqil azad edildi. Yəni oyun praktikası baxımından bu əsasən bir səhərlər olan üstünlük. Cənab Almas necə düşünür? Yəni sabah öz pik formasına nə vaxt çatır bilər, hazırki məqamda və hazırda komanda Toms'da, yəni onu qane edən komandanın hazırki fiziki durumu. Coach Cubs, now they are leader in their local championship. This championship already has started and they have played 16 matches. They have like more game practice than you. It can be main factor, favorite factor for them. How do you think when Sabah can reach his peak form and team now we are on tonus and our physical situation, it satisfy you? Well, if opponent reaches peak after 16 games, so I think we also need, like some games to play that to reach our optimum form, and when this will happen, I don't know. Like maybe after 10 games, maybe after 5 games, maybe after 15 games. We're gonna see. Every season is different. Every opponent is different. But at the moment, it's no point for us to speak. Oh, look, they played more games, so now they're in better form. No, our job is to look what we have, where we are, what shape we are in, who's in the form, who's not in the form. Choose the best squad, the best game plan, the best idea how we want to attack, how we want to defend, and then allow players the freedom and to give them the confidence to execute this plan. It's simple, you don't need to overthink, is to count how many games opponent played or how many we played. Tomorrow is one game, and in that one game it doesn't matter. You can play 100 games and be in top form, or you can be in very bad form, but that one game, to find some mental strength, physical strength, to get the help from, I don't know, from God, from luck, from referee, from the opponent mistake, and then to win the game. So it's only one game. We don't think about 16 or 20 games, what opponent or what us played. Next game is the most important, and that's what we do, and that's I keep repeating every single press conference. Əgər rəqib daxili çempionatlarında 16 oyundan sonra müəyyən mənada öz yaxşı piklərinə çatıbsa, mən deyə bilərəm ki, bizim üçün öz optimal formamıza çatmaq üçün nə qədər oyun lazımdır, onu demək bir balaca çətindir. Ola bilər ki, bu oyun sayısı 10 oyundan sonra biz istədiyimiz formaya çataq və yaxud da ki 5 oyundan və yaxud da ki 15 oyundan sonra bunu baxacaq, bunu görəcəyik. Çünki hər sezon fərqlidir, hər rəqib fərqlidir, hər mövsüm fərqli cür keçir. İndi mənası yoxdur danışmaq ki, kim daha yaxşı formadadır, daha yaxşı çıxış eləyəcək. Bu çox vaxt bizim özümüzdən də asılıdır. Çünki necə bir heyət seçəcəyik, necə bir oyun planımız olacaq. Əlbəttə ki, biz istəyəcəyik ki, oyun düzülüşümüz çox yaxşı olsun. İstədiyimiz düzülüşü seçə bilək, istədiyimiz ən yaxşı heyəti seçək, ən yaxşı oyun planını seçək. İstər hücumda, istərsə müdafiədə oyuncularımız istədiklərimizi həyata keçirsin və bizim onlara verdiyimiz tapşırıqları, təlimatları, planları meydançada icra edə bilsinlər. İndi hal-hazırda bu barədə həddindən artıq da düşünmək istəmirəm. Çünki bir sabahki oyun bir oyundan ibarətdir. Ola bilər ki, sən 100 oyun keçirəsən, özünün ən yaxşı top formasında ola bilərsən, amma elə bir rəqiblə qarşılaşa bilərsən ki, o özünün pis formada görsənsə belə mental bir güc tapsın, özündə güc tapsın, nə bilim, bəxt sayəsində və yaxud da ki, rəqibin sayəsində və yaxud da ki, başqa bir sayədə meydançadan qalib ayrılsın.
Nə qədər oynamaq sayısının məncə o qədər də əhəmiyyəti yoxdur. 16 oyunda ola bilər, 20 də oyunda ola bilər. Mən həmişə mətbuat konfranslarında bir şeyi qeyd eləmişəm. Yenə də onu qeyd etmək istəyirəm. Bizim üçün ən önəmlisi qarşıdan gələn oyundur. Necə ki, sabahki oyun bizim üçün ən önəmli oyundur. Buyur. Mikrofon sormak istedim. Yani sabahta biz o dönem 10 nömrə, 9 nömrə Çınar'la görüşüp, onun üzerine hadisi mövqede oynamalı ve hararat ve zahavul. We have seen you in different position at Sabah. You have played as a number 10, as a number 9, as a winger. In which position is more comfortable to you to play? Yeah, wherever the coach puts me. But I feel more comfortable right now as a striker. I also like to play as a winger. I started playing there, did a lot of games, managed also to score there, but now I feel like I'm very comfortable in the striker position and I can help the team more there with my strength of scoring goals and combination games. But I would say yes, striker now. Deyə bilərəm ki, məşqçi məni hansı mövqedə qoysa, mən o mövqedə oynamağa hazıram, oynamalıyam. Amma mən özümü daha çox hücumçu kimi demək istəyirəm. İndi hal-hazırda rahat hiss edirəm. Əlbəttə winger kimi də çıxış eləmişəm və winger kimi çıxış eləyərkən də çox oyunlar oynamışam və qollar vurmuşam, fərqlənmişəm. Amma hücumçu kimi hal-hazırda oynamaq mənə daha rahatdır. Elə sanki mən daha çox kömək eləyirəm öz komandama və daha çox qollar vura bilirəm. Yəni hücumçu kimi oynamaq mənə daha rahatdır. Buyurun. I would like to ask about your position, about competitiveness. Last year, your head coach, Mr. Valdas, said that if my striker is not on optimal form, I will give chance to another striker. This is now you have a competitiveness in your position. This is competitiveness give you double responsibility or no? I think yes. We need to be competitive. It's always like this in every team that you have like someone who's competing on your position. So it's on ourselves to show the best version in training, that the coach selects you at the end and trusts you to make the job done. You know, as a striker, for example, it's of course helping the team, but the main part for us is scoring goals. So if I score more goals, then I will play at the end. So easy. That's the easy response to it. Əlbəttə ki, bu rəqabəti hiss edir, rəqabət olmalıdır və biz bu rəqabət varsa, biz məşqlərdə özümüzün ən yaxşı versiyasını, halını göstərməliyik ki, bizi məşqçi seçsin, bizi məşqçi oynatsın. Mən hücumçu kimi öz işimi görməliyəm. Sadəcə komandaya kömək eləmək olsa da, daha çox qollar vurmalıyam ki, məşqçi məni seçsin. Komanda birazdan məşqə çıxacaq, ona görə son sual oldu. Buyur, sağ olun. Last question, please. Good luck to you. I know that coach says that I am focusing for the next match, for the next game. Now already we know another tie with whom we can face if we will pass.
if we will qualify cups. I know coach maybe will say that I am focused to the tomorrow's match, but I would like to ask your emotion, your thoughts about the next tie if we will qualify. I'm focusing on the next match. Tomorrow for me is the most important, and that's the only thing that what I want to do is just like to think about the next tie against Kups. Mən yenə eyni şeyi təkrarlamaq istəyirəm. Mən sabahki oyuna köklənirəm. Sabahki oyun mənim üçün ən önəmli oyundur. İndi mətbuat konfransını Okay, give one more, like one more. He's gonna ask about next game, next time. Savaşta oyun vardı. Onun gözləntiləri, həm komandaların öz performansı barədə desək. About your general expectation about tomorrow's match, what do you think as a team, as a player for the tomorrow's match? Yeah, it's going to be interesting. We can't wait to play another game because it's something special that we worked for. We became champions, so going out knowing that you play in the Champions League and to compete against other teams is always something special. But we also know that Kups is also a strong team opponent, so we are well prepared. The coach prepared us for 1 week. We are doing our best in training to be also the best prepared, and but we hope that we're gonna win this game and be victorious. Əlbəttə ki, çox sabah maraqlı bir qarşılaşma olacaq. Biz böyük bir səbirsizliklə sabahki oyunu gözləyirik. Bu bizim üçün xüsusi bir haldır. Biz çempion olmuşuq ki, bu cür çıxış eləyək, bu cür Çempionlar Liqasında bu cür mərhələlərdə çıxış eləyək. Bu da bizim üçün xüsusi bir haldır. Kups haqqında onu deyə bilərəm ki, Kups çox güclü bir rəqibdir, çox yaxşı bir rəqibdir. Amma bir həftədir biz rəqibi təhlil edirik. Məşqçimiz bizi bu rəqibə qarşı necə oynamaq lazımdır, o elə hazırlayır və biz çalışacağıq ki, özümüzün ən yaxşı performansını göstərək oyunda və mən ümid edirəm ki və inanıram ki, biz sabah qalib gələcəyik. Mətbuat konfransını yekunlaşdırırıq. We can close our pre-match conference. Təşəkkürlər. Thanks to all. Thank you.